Dizel Kia Sorento'dur. Hər dəfə zəng edirlər ki, usta mənim maşınım səsli işləyir. İzah eləyəcəm sizə, sona qədər izləyin. Baxın, görürsünüz. Motordan şarıltı səs gəlir, normadan çox sıxır səsi və sürəndə də səriyə belə səsi gəlir. Bunun səbəbi də baxın, bu Raspidvalın lift əmələ gəlməyindən irəli gəlir və bunun da səbəbi sepi vaxtında dəyişməyəndə alt sepim stoleti boşluq əmələ gəlir, yuxarı yağ qalxmır. Onun üçün Raspidval sıradan sıxır. Biz bunu təmir eləyirik. 200 manata başa gəlir. 50 min də zəmanət veririk. Amma işlənmişi 354 manat. Burada da Hyundai Santa Fe'dir. Ümumi qulluq olunur. Baxın, gördüyünüz kimi 150 min kilometrdən sonra necə deyirlər, ümumi qulluqdur. Deyirlər ki, bütün sep dəyişir, hava sistemi təmizlənir, korobkanın yağı filtr dəyişir. Bu cürünə sökülür, botlar sıxılır, içi yulub təmizlənir ideal şəkildə. Və Raspidval məsələsi görürsünüz təmir olundu. Orada 3-4 sot boşluq qalır, hansı ki yağlanma getsin deyə və görürsünüz iki tərəfində göstərim, lift yoxdur. Yəni bu işi kimsə fikirləşməsin, kimsə orada təmir olundu deyə yaxşı olmayacaq. Təmir olunan hissə zavoddan daha da möhkəm olur. Bu cürünə bu iş olmasa biz dəfələrlə maşınlarda bu işi görürük. Səhifədə əlaqə nömrə var. Kimənlə maraqlı olsa, bu problemlər kimin maşınında varsa gətirsin, təmir eləyək. Ünvana kimi yazmışam. Yorumda sual verməyin. Bütün işlərə də zəmanət verilir və diaqnoz qoyduğumuz iş düzəlməsə pul almıram. Görürsünüz, bax, motorxanasına kimi yoldu.